Çox hörmətli sayın rektorumuz, professor müəllim heyəti, bizim gələcəyimizi burada təmsil edən öğrencilərimiz, tələbələrimiz, bizim bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 ili tamam olur. Bu münasibətlə bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulmuşdu və bu tədbirlərdən biri də fondun rəhbərliyinin universitetlərin birində görüşünün keçirilməsi planlaşdırılmışdı. Və mən çox şadam ki, məhz biz bu məqsədlə Qafqaz Universitetini seçdik. Çünki mən elə düşünürəm ki, bugün Azərbaycanın ali təhsil sistemində Qafqaz Universiteti aparıcı mövqeyə malik bir universitetdir. Çünki həqiqətən də biz açıb dünya universitetlərinin ranking siyasına baxsaq, orada yeganə rast gələ biləcəyimiz universitet hələlik Qafqaz Universitetidir Azərbaycandan və mən bura gələn zaman, sayın rektor bəylə görüşən zaman mən dedim, çox yaxşı olar ki, tezliklə universitet ilk 500 universitet sırasına düşsün, amma mənə çox gözəl cavab verir ki, niyə 500? 100-lüyə biz düşəcəyik. Bu, əlbəttə, Azərbaycanın ali təhsil sistemi üçün çox gözəl bir hədəfdir və bu hədəfə çatmaq üçün də mən sizin hamınıza uğurlar arzu edirəm. Əlbəttə, mən bu auditoriyaya bir neçə fond haqqında məlumat vermədən çıxışıma keçsəm düzgün olmazdı. Ona görə də istəyərdim ki, sizlər də müəyyən məlumata malik olasınız. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bugün Azərbaycan Respublikasında sığorta pensiya siyasəti sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yəni, fondun sədri Nazirlər Kabinetinin üzvüdür və fond Nazirlər Kabinetinin bir qoludur. Fondun sədri və müavinləri dövlət başçısı tərəfindən vəzifəyə təyin olunur, vəzifədən azad olunur. Bugün fondda ölkədə fəaliyyət göstərən dövlət qulluqçularının 10% çalışır. Yəni, ölkədə bugün Azərbaycan Respublikasında təqribən 27 min nəfərə yaxın dövlət qulluqçusu var və onun 2700 nəfərə yaxını Dövlət Sosial Müdafiə Fondunda çalışır. Və bayaq dediyim idarəetmə həmin bu 2700 nəfərlik kollektiv tərəfindən həyata keçirilir. 2700 nəfərlik kollektivin bugün haradasa 2280 nəfəri inzibati işçilərdir. Yəni, bilavasitə inzibati idarəetmə həyata keçirən dövlət qulluqçularıdır. Yerdə qalan hissəsi isə yardımcı vəzifələr tutan şəxslərdir. Və bu 2280 nəfərin çox təəssüflər olsun təbii ki, yalnız 2 nəfəri Qafqaz Universitetinin yetirmələridir. Və mən onların hər ikisini gözəl tanıyıram. Çünki hər ikisi bugün fondda həqiqətən də uğrunda mübarizə gedən kadrlardır. Bütün müdürlər onları öz yanında görmək istəyirlər. Çünki onların həqiqətən də savad səviyyəsi buna imkan verir və bu da bu universitetdə hansı səviyyədə təhsilin tələbələrə verildiyinin əyani göstəricisidir. Əlbəttə, mən istəyərdim ki, bizim işçilərimizin sıralarında Qafqaz Universitetini bitirmiş şəxslərin sayı artsın. Düzdür, bugün bu bizdən asılı deyil, çünki siz bilirsiniz ki, dövlət qulluqçularının işə qəbul olunması artıq nə mənim ya başqa bir kimsənin tərəfindən həyata keçirilmir. Bunun üçün ayrıca bir Azərbaycan Respublikasının prezidenti yanında dövlət qulluğu məsələləri üzrə xüsusi dövlət komissiyası var. Biz hər ay boş olan bizdə yerlərin, yəni vakant yerlərin siyasını həmin komissiyaya təqdim edirik. Komissiya bu yerlərin tutulması üçün müsabiqə elan edir. Müsabiqə test əsasındadır. Və bu testdən keçmiş şəxslər müvafiq balları, mərkəzi aparat üçün 80 baldan yuxarı, yerli orqanlar üçün 70 baldan yuxarı bal toplamış şəxslər Dövlət Sosial Müdafiə Fondu və digər nazirlik komitələrdə işləmək üçün onlara təqdim olunur və onlarla müqavilə bağlanaraq işə qəbul olunurlar. Yəni, hər bir şəxs, Azərbaycan Respublikasında bugün müvafiq ali təhsil olan hər bir şəxs dövlət qulluğunda çox rahat şəkildə testdən keçib gəlib çalışa bilər. Hər hansı bir məhdudiyyət yoxdur. Yalnız bir məhdudiyyət var, o da bilik məhdudiyyəti. Bundan başqa heç bir məhdudiyyət yoxdur, biləsiniz. Ali təhsil və bilik. Və mən elə düşünürəm ki, siz bunları bugün mən nəyə görə söyləyirəm? Bəlkə də məndən öncə də sizinlə görüşən dövlət
Nazirlər Kabinetinin üzvləri, yəni hökumətin üzvləri olub, dövlət işçiləri olub, bu barədə sizə məlumat veriblər. Düzdür, bugün müəyyən qədər dövlət qulluqçuların bəlkə də maaşları aşağıdır, amma onların da bir sıra digər üstünlükləri var. Güzəştli sosial ipoteka var. Yəni, əgər başqalarına yüksək faizlə qısa müddətli verilirsə, dövlət qulluqçularına 3 il dövlət qulluq stajı olan şəxslərə uzun müddətli böyük məbləğli sosial ipoteka kreditləri verilir, ev almaq üçün, digər məqsədlər üçün. Onların gələcək pensiyaları həddən artıq yuxarıdır, maaşlarının 80%-ə qədər bu təşkil edir. Digər bir sıra üstünlükləri də göstərmək olar. Amma mən bircə şeyi sayın rektorumuza və sizə söyləmək istəyirəm. Dövlət qulluqçuları ilə bərabər bizim fondda bir sıra layihələr də həyata keçirilir beynəlxalq təşkilatlarla, Dünya Bankı ilə, Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı ilə və bu layihələrdə çalışanların maaşları həddən artıq yüksəkdir. Yəni, haradasa 2500-3000 ABŞ dolları arasında bir maaşdır, aylıq maaşdır. Mən bunu nəyə görə söyləyirəm? İndi sözümün burada məvzundan ibarətdir ki, biz 2 il bundan öncə fondda Dünya Bankı ilə birlikdə aktuar hesablamaların aparılması sahəsində fəaliyyət göstərəcək 8 nəfərlik qrup yaratdıq. Və elanlar verdik ki, 8 nəfər aktuarçı tələb olunur. Aktuar hesablamaları apara bilən bizə insanlar tələb olunur ki, bu iş həyata keçirsinlər. Və maaş təqribən bayaq dediyim kimi 2700 ABŞ dolları civarında idi. Çox təəssüflər olsun ki, bütün ölkə üzrə bir il axtarandan sonra biz yalnız 2 nəfər tapa bildik. 2 nəfər və qrupu oluştura bilmədik. Bu 2 nəfər bizdə bir ildən artıq fəaliyyət göstərdi, bir il yarıma müəyyən işlər ortaya qoydu. Biz onları ezam elədik müxtəlif ölkələrə, Avropa ölkələrinə, Kanadaya və s. Amma çox təəssüflər olsun ki, bunun ardı gəlmədi. Yəni, bu onu göstərir ki, bizdə bugün elə sahələr var ki, onlar üzrə tələbat olmasına baxmayaraq, yüksək maaş təklif olmasına baxmayaraq, belə kadrlar bizdə yoxdur. Çox təəssüflər olsun. Və biz məcbur olduq ki, sonradan beynəlxalq tender elan edib, bu məsələni ayrı-ayrı beynəlxalq şirkətlərə verək, hansılar ki, bu sahədə ixtisaslaşıblar. Və bir Amerikan şirkəti bu tenderi uddu və təbiidir ki, o hesablamaları da onlar apardılar və təqribən 1 milyon 100 min dollara biz bu layihəni həyata keçirdik. Onun 600 min dollarını Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişafa Dəstək Agentliyi qoydu, amma yerdə qalan 535 min dollarını da biz qoyduq. Və orada çalışanlar təbiidir ki, böyük məbləğdə maaşlar aldılar və bugün də almaqda davam edirlər. Artıq iş yekunlaşır, indi ikinci mərhələyə biz keçəcəyik. Yəni, biz sizləri dəvət edirik ki, gəlib bu sahələrdə yüksək maaş istəyənlər bu sahələrdə də çalışa bilərlər. Amma bunun üçün təbii ki, yaxşı biliyə malik olmaq lazımdır. Bizim ilkin mövzumuz məhz bu sahədə idi. Yəni, aktuar tədqiqatların yekunları və bu aktuar tədqiqatların yekunları üzrə Azərbaycanın sığorta pensiya sisteminin gələcək inkişaf variantları. Mövzunun ilkin adı da belə qoyulmuşdur. Amma maalesef biz bu tədqiqatların nəticələrini, son nəticələrini əldə edə bilmədik. Bugünkü günə qədər bizə söz verildi, həmin o dediyim şirkət tərəfindən, amma hələlik bu son nəticələr bizə təqdim olunmuyub. Əlbəttə, bu çox ağır bir prosesdir. Mən sizə kənardan çox rahat görünə bilər. Yəni, düşünərsən ki, sığorta pensiya sistemi nə var axı burada? Nə böyük şeydir, pensiyadır verilir insanlara yaşlatan, amma belə deyil. Bu çox həddən artıq istənilən ölkədə həmin ölkənin pensiya sisteminin idarə olunması, idarə etmənin ən çətin obyektlərindən biridir. Bugün fikir verirsinizsə, Yunanistanın iqtisadiyyatı çökür və çökməyin ən əsas səbəblərindən biri ölkənin iqtisadiyyatının pensiya yükünü çəkə bilməməsidir. Eləcə də İtaliyada, eləcə də İspaniyada və s. Siz bunları oxuyursunuz, televizorlarda görürsünüz, verilişlərdə. Yəni, dünyada bu sahədə qəbul olmuş müəyyən makro göstəricilər var ki, bu göstəricilərin pozulması ümumi iqtisadiyyatda da pozulmalara gətirib çıxarır. Baxın, ümumi qəbul olunmuş bir praktika var ki, hər bir ölkədə pensiya maliyyələşdirilmələrinə yönəldilən vəsaitin ölkənin ümumi daxili məhsuluna olan nisbəti 5-10% arasında olmalıdır. Amma bugün bu İtaliyada artıq 12%-in üzərindədir, Yunanistanda 16%-ə çatır, İspaniyada 10%-dən yuxarıdır və s. Və iqtisadiyyat bu yükü çəkə bilmir. Amma bunu vaxtında düzgün aktuar tədqiqatlar aparmaqla ortaya qoymaq mümkün idi. Amma təəssüflər olsun ki, belə tədqiqatların ortada olmaması sonradan, müəyyən dövrdən sonra balansın iqtisadiyyatda pozulmağına gətirib çıxarır.
Və bugün sığorta pensiya sisteminin də aktuar tədqiqatları çox böyük 4 bloku əhatə edir. Birinci blok ölkənin makroiqtisadi inkişafıdır ki, onun da çoxlu sayda göstəriciləri var. Ümumi daxili məhsulun artım tempi, işləyənlərin aldıqları əmək haqqı fondunun ümumi daxili məhsula nisbəti və bu nisbətin dəyişməsi və s. İkinci böyük qrup amillər, demoqrafik amillər gəlir ki, burada da doğulanların sayı, ölənlərin sayı, təbii artım, orta yaşam müddəti neçə ilə ifadə olunur, 60 yaşdan yuxarı olanların bütün əhaliyə olan nisbəti, əmək qabiliyyətli yaşlı olanların bütün əhaliyə olan nisbəti, ölkənin əmək bazarına daxil olacaq ayrı-ayrı illər üzrə insanların sayı və tərk edəcək insanların sayı və s. və s. Sonra üçüncü sosial sahədə olan göstəricilər gəlir ki, burada əmək bazarının vəziyyətidir, orta aylıq əmək haqqının artım tempi ilə inflyasiyanın artım tempi, yəni istehlak qiymətlərinin artım tempi arasındakı nisbət və s. Və nəhayət dördüncü kompleks amillər var ki, bunlar da sığorta pensiya sisteminin özünün fəaliyyətini xarakterizə edən göstəricilərdir. Burada əvəz etmə əmsalı var, burada bir nəfər pensiyasıya düşən bir işləyənin sayı var, burada sosial sığorta haqqının dərəcəsi var və s. belə göstəricilər var. Aktuar tədqiqatlarda bütün bu 4 blok amillərin hamısının 15, 20 və daha uzun müddətə, 25-30 il müddətinə təqribi inkişaf istiqamətləri, dəyişmə meyilləri nəzər alınmalıdır və onların kəsişməsində model ortaya qoyulmalıdır. Və bu model əsasında da bugün ölkənin həm iqtisadiyyatında, həm demoqrafik siyasətində, həm sosial siyasətində, həm də sığorta pensiya siyasətində hansı dəyişikliklər edilməlidir? Bunlar müəyyənləşdirilməlidir. Amma təbiidir ki, bunun dördünü də bilən və proqnozlaşdırmanı bilən, iqtisadiyyatı bilən kadrların olmaması bugün Azərbaycan Respublikasında bunu həyata keçirməyə bizə imkan vermir. Ona görə də mən arzu eləyərdim ki, məhz Qafqaz Universitetində əgər imkan varsa, mən elə düşünürəm sizdə yəqin ki, Riyaziyyat fakültəsində ya fundamental elmlər fakültəsində, mən bilmirəm hansı fakültə, yəni sonradan biz dərhal sizə auditoriya gəldik, siz gözləməyəsiniz. Ona görə Sayın Rektor bizi tanış eləməyə vaxt tapmadı fakültələrlə, quruluşla universitetin. Amma elə düşünürəm, bu fakültələrin birində, bu ixtisasların tərkibində aktuar tədqiqatlar üzrə ayrıca bir ixtisaslaşmanın olması, mən bu barədə bizim Sayın Təhsil Bakanımıza da yazmışam, rəsmi olaraq, xahiş eləmişəm, telefonda da danışıb xahiş eləmişəm ki, belə bir ixtisaslaşmanın olması və bu sahə üzrə Azərbaycanda kadrların formalaşmasına böyük ehtiyac var. Bugün inanın, Kanadanın Waterloo Universiteti Azərbaycan Respublikasının Maliyyə Bakanlığı ilə birlikdə, Nazirliyi ilə birlikdə bu sahədə bir 3 illik kurs təşkil elədi və oranı bir 10 nəfərə yaxın şəxs bitirə bildi. İlkin başlayanda haradasa məndə olan məlumata görə 40 nəfərin üzərində idi, amma sona cəmi 8 nəfər qalmışdı. Və bu 8 nəfərin də üstündə təbii ki, dava oldu. Çünki bugün sığorta təşkilatları, banklar, xüsusilə sığorta təşkilatları aktuar şik deyirlər, Rusca, aktuarçı iqtisadçılara, yaxud riyaziyyatçılara çox böyük bunların tələbatı var və bunları öz sıralarında görmək istəyirlər. Və bu sahələrdə də bildiyiniz kimi bugün Azərbaycanda ən yüksək əmək haqqı formalaşır. Ölkədəki bütün hüquqi şəxslər Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqının ödəyiciləri kimi qeydiyyatda düşüblər, qeydiyyatdadırlar. Və mən keçən ilin və ümumi nəticələrinə, bu ilin 6 ayın nəticələrinə baxdım. Ölkədə ən yüksək əmək haqqı ümumi sahə üzrə göstərək bank sistemindədir. Ondan sonra sığorta sistemində formalaşıb. Və buna görə də mən elə düşünürəm ki, bu məsələlərə müəyyən qədər tədris prosesində diqqət yetirmək olar. Mən icazənizlə biraz əvvəl başladım. Ölkədə sığorta pensiya sisteminin keçdiyi 20 illik bir inkişaf yolu var. Bu yola qısa nəzər salmaq istəyərdim və bugün bizim gördüyümüz işlər barədə sizi məlumatlandırmaq istəyərdim. Bugün biz bu 20 illik dövrü şərti olaraq 4 mərhələyə bölürük. 1992-95-ci illər, 1996-2002-ci illər, 2003-2005-ci illər və 2006-cı ildən sonraki dövr. 1992-95-ci illər biz onun içində yaşamışıq, o illərin içində. Siz hamınız çox gəncsiniz, Allah şükür o çətinlikləri görməmişsiniz, onların içində olmamışsınız. 1991-ci illərin sonunda keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra
Azərbaycan Respublikasında da iqtisadiyyatın sürətlə tənəzzülü təbiidir ki, baş verdi. Bütün digər respublikalarda olduğu kimi. Çünki keçmiş SSR vahid bir dövlət idi Sovet İttifaqı və onun tərkibindəki ayrı-ayrı respublikalarda iqtisadi blokların ayrı-ayrı elementləri qoyulmuşdu və bloklar hamısı bir-biri ilə əlaqələrlə birləşdirilmişdi. Məsələn, tutaq ki, adicə bir misal çəkim sizə. Daşkəsəndə dəmir filizi çıxarılırdı, amma onun təmizlənməsi artıq Kutaisidə, Rustavidə, yəni Gürcüstanda həyata keçirilirdi. Sonradan təzədən orada alınmış məhsul göndərilirdi Sumqayıta. Sumqayıtdan artıq göndərilirdi Rusiyaya, Ukraynaya. Yəni, belə bir iqtisadi əlaqələr, kooperasiya əlaqələri qurulmuşdu və bu əlaqələrin qırılması təbiidir ki, həmin sistemin bütün həlqələrinin dayanmasına gətirirdi. Və bu proseslər baş verdi həmin dövrdə və 92-95-ci illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın illik geriləməsi təqribən 13-20% arasında təşkil edir. Yəni, hər il elə il oldu 17%, elə il oldu 20%, elə il oldu 14%, 13%. Yəni, o illərdə bu qədər ortalama iqtisadiyyat düşürdü. Müxtəlif hesablamalara görə 13%-dən 20%-ə qədər illik emməm təşkil edirdi. Və həmin illərdə əhalinin gəlirləri çox sürətlənirdi. Hər il əhalinin gəlirləri 1,4 dəfə azalırdı. Və belə bir şəraitdə, iqtisadiyyatın tənəzzülə uğradığı bir şəraitdə, təbiidir ki, hamınız yaxşı bilirsiniz, 1993-cü ilin iyun ayında Azərbaycan Respublikasının ümumi lideri Heydər Əliyev hakimiyyətə döndü, Naxçıvandan Bakıya gəldi və çox təcrübəli bir siyasətçi kimi, uzun müddətli dövr üçün inkişafı proqnozlaşdıra bilən bir siyasətçi kimi, çünki uzun müddət, böyük bir dövr ərzində, SSR kimi böyük bir dövlətdə mühüm postlarda oturmuş, Azərbaycanın iqtisadiyyatını, siyasətini idarə eləmiş bir adam kimi, bu da böyük təcrübəsi olan bir şəxs kimi, iqtisadi tənəzzülü dayandırmağın ilk yolunun siyasi stabillikdən keçdiyini ortaya qoydu, bildirdi və qısa bir müddət ərzində, 3 il ərzində siyasi stabilliyi Azərbaycan Respublikasında təmin etməyi bacardı. Artıq 1995-ci ildə Azərbaycanda ümumi daxili məhsulda olan azalma dayandırıldı. Mən o zaman Azərbaycan Maliyyə Nazirliyində işləyirdim. Siz bayaq mənim tərcümə halımdan da gördünüz bunu. Və biz o zaman Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə Maliyyə Nazirliyində çox intensiv, çox həddən artıq sıx qrafiklə, yəni hətta bazar günləri də gəlirdik, danışıqlar aparırdıq, müzakirələr aparırdıq və Azərbaycan Respublikasında iqtisadi tənəzzülün dayandırılması üçün hansı addımlar atılmalıdır? Bunlar təbiidir ki, müxtəlif qruplar tərəfindən eyni fikir kimi ortaya qoyula bilmirdi. Hələ bir hipotez ortaya atırdı. Amma bütün hallarda qayışların möhkəm çəkilməsi siyasəti aparılmalıydı. Yəqin siz bu siyasəti 2-ci Dünya Müharibəsindən sonra Yaponiyada aparılmış bu siyasəti bilirsiniz. Mən o haqqda sizə danışmaq istəmirəm. Və biz o siyasəti o zaman Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə birlikdə Azərbaycanda həyata keçirdik. Yəni, büdcə xərcləri son dərəcə sıxıldı və büdcənin gəlirlərin artırılması istiqamətində böyük addımlar atıldı, tədbirlər görüldü və bu məqsədlər üçün də Dünya Bankından stand-by deyilən kredit, ilkin kredit alındı. Arxasıca artıq inkişaf kreditləri alınmağa başladı və bütün bunlar imkan verdi ki, 96-cı ildən başlayaraq artıq ölkədə iqtisadi inkişaf təmin olunsun. 96-cı ildən qaldırıb baxsanız statistik göstəricilərə, 96-cı ildə artıq iqtisadi inkişafın ilk artımı var idi, ümumi daxili məhsul artmışdı ölkədə. Və o zaman bunun fonunda ölkədə mövcud olan hiperinflyasiya dayandırıldı. Məsələn, 1994-cü ildə yenə istatistikaya baxa bilərsiniz, 1800% inflyasiya olmuşdu ölkədə. Amma artıq 96, 97, 98-ci ildə nəinki inflyasiya yox idi, hətta deflyasiya prosesləri baş verdi. Və manatın alıcılıq qabiliyyəti sürətlə möhkəmlənməyə başladı. Mənim yaxşı yadımdadır, əgər 1995-ci ilin ortalarında manat bir Azərbaycan keçmiş manatı, AZM dediyimiz Azərbaycanın keçmiş manatı 5.000-ə çatırsa, 5.000 Azərbaycan manatı 1 dollara dəyişdirilirsə, artıq 1998-ci ildə 1 Amerikan dollarına cəmi 3750 keçmiş Azərbaycan manatı verilirdi. Bu çox böyük bir sıçrayış idi. Və bu inkişaf templəri getdikcə ölkənin iqtisadi potensialı formalaşırdı.
Təbii ki, ilk illərdə əhalinin az təminatlı təbəqəsi, xüsusilə də onun böyük hissəsi olan pensiyasıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də addımlar atılmalı idi. Amma o zamanki siyasət buna yönəlmişdi ki, heç olmasa bunların vəziyyətinin pisləşməsinə imkan verməmək. Yəni, mövcud iqtisadi potensial imkan vermir ki, siz müəyyən vəsait ayırıb, həmin insanlar, kimlərin ki, əmək qabiliyyəti yoxdur, onlar işləyib qazana bilmirlər, amma bunlar da yaşamalıdırlar, bunlar da cəmiyyətin bir təbəqəsidirlər. Bugün, ümumiyyətlə, dünyada belə bir fikir formalaşıb ki, beynəlxalq ictimai fikirdə ki, hər bir ölkənin yaşam şəraitinin necə olmasını müəyyənləşdirmək üçün həmin ölkənin yaşlı əhalisinin orta səviyyədən nə qədər yüksəkdə və aşağıda yaşamasını müəyyənləşdirmək kifayətdir. O zaman bilinir ki, həmin ölkədə ümumi yaşam səviyyəsi necədir. Və ona görə də belə bir vəziyyətdə, əgər iqtisadi potensial imkan vermirdisə, deməli, heç olmasa ayrı-ayrı fərmanlarla, sərəncamlarla, Nazirlər Kabinetinin qərarları ilə bu şəxslərə verilən vəsaitlər müəyyən qədər artırılmalıdır və o zaman Azərbaycan Respublikasının prezidenti məhz bu yolu seçdi. 96-2003-cü illərdə də bu siyasət davam etdirildi. Mən bircə dənə statistik göstəricinin diqqətinizə çatdırım. 1996-2003-cü illər ərzində az təminatlı əhali təbəqəsinin sosial durumunun yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının prezidenti tərəfindən 8 fərman və sərəncam Nazirlər Kabineti tərəfindən 2 qərar qəbul edilmişdir. Bunun nəticəsində həmin illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artırılmışdır. Özdə bunlar elə bir zamanda baş verirdi ki, o zaman iqtisadi potensial hələ yeni formalaşmaya başlayırdı. Bundan sonra 2003-2005-ci illərdə artıq iqtisadi potensial ortada olduğuna görə sistemin reformasiya edilməsi, yəni islahatların keçirilməsi üçün hazırlaşdırılması mərhələsi başladı. Buna qədər 97-ci ildə Azərbaycanda sosial sığorta haqqında qanun qəbul edildi. 2001-ci ildə Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası təsdiq olundu. Onun arxasıca Azərbaycan Respublikasında dövlət sosial sığorta sistemində fərdi çot haqqında qanun qəbul edildi və 2003-2006-cı illərdə Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə, Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı ilə bir neçə pilot layihəsi gerçəkləşdirildi. Və bu layihələr hesabına yeni fəaliyyət göstərəcək sistemlərin qanunvericilik bazası formalaşdırıldı. Ölkədə az təminatlı əhali təbəqəsinin sosial durumunun yaxşılaşdırılması üçün dövlət sosial yardım sistemi ilə sosial sığorta pensiya sisteminin bir-birindən ayrılması və ümumi sisteminin 2 müstəqil qolu kimi inkişaf elətdirilməsi məsələsi ortaya qoyuldu və bunun hər ikisinin qanunvericilik bazası ayrı-ayrılıqda formalaşdırılmalı idi. Sığorta pensiya sisteminin qanunvericilik bazası ayrıca, dövlət sosial yardım sisteminin qanunvericilik bazası ayrıca və 2003-2005-ci illər ərzində bu həyata keçirildi. Bu illər ərzində işlənib hazırlanan 3 əsas qanun 2006-cı ilin 1 yanvarından qəbul olunaraq fəaliyyətə başladı. Bunlar əmək pensiyaları haqqında qanun idi, ünvanlı sosial yardım haqqında qanun idi, bir də dövlət sosial müavinətləri haqqında qanun idi. Birinci qanun, sosial sığorta haqqında qanun və sosial sığorta sistemində fərdi çot haqqında qanunla birlikdə sığorta pensiya sisteminin qanunvericilik bazasını formalaşdırdı. Digər 2 qanun, yəni ünvanlı sosial yardım haqqında və dövlət sosial müavinətləri haqqında qanunlar isə dövlət sosial yardım sisteminin qanunvericilik bazasını formalaşdırdı. 2006-cı ilin 1 yanvarından biz Azərbaycan Respublikasında sığorta pensiya sisteminin sürətlə islahatlara bu sistemdə sürətlə islahatların aparılmasına start verdik. Və 2006-cı ilin 1 yanvarından bütün keçmiş Sovetlər İttifaqından 92-ci ildən 2006-cı ilə qədər fəaliyyətdə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunu ləğv etdik. Ortadan götürdük. Çünki bu sırf dövlətin təminatına əsaslanırdı, dövlət büdcəsindən vəsaitlərin alınmasına əsaslanırdı və heç kəsin bilavasitə şəxsi məsuliyyətini ortaya qoymurdu. Ona görə də elə bir sistem formalaşmalı idi ki, hər bir şəxs bilsin ki, o özünün gələcək pensiyasını özü formalaşdırır, öz əmək haqqısından ödədiyi vəsaitlə, sosial sığorta haqqı ilə və işə götürəninin onun yerini ödədiyi sosial sığorta haqqı ilə. Bəlkə də çoxlarınız üçün bugün mənim bu danışdıqlarım bir xülya kimi görünə bilər, çünki siz çox gəncsiniz, bu barədə heç fikirləşməyə bilərsiniz. Amma Allah tərəfindən hər bir insana əmək qabiliyyəti verilir. Mən elə düşünürəm, hər birimiz də bunu arzu edirik. Və əmək qabiliyyətimiz olduğu şəraitdə biz həmin əmək qabiliyyətini sataraq kimlərəsə, ya özümüz fərdi bir iş qurub, özümüz də bunu eləyə bilərik, o zaman artıq əmək qabiliyyətimizin məhsulunu satacaq və yaxud da işə götürən əmək qabiliyyətimizi sataraq onun müqabilində əmək haqqı alırıq.
və bu əmək haqqı ilə özümüzü və yaxud da ailəmizi dolandırırıq. Amma istənilən vaxt insan bu əmək qabiliyyətini itirə bilər. Əlbəttə, biz heç kəsə bunu arzu eləmirik. Allahdan arzu edir ki, insan uzun müddət normal əmək qabiliyyəti ilə normal fəaliyyət göstərsin və bunun müqabilində normal əmək haqqı alıb öz ailəsini normal idarə edə bilsin. Amma maalesef Allahın işidir, heç kəs sığortalanmayıb ki, o ömrünün sonuna qədər uzun müddət yaşayıb, sağlam həyat keçirdəcək və əmək qabiliyyəti hər zaman olacaq və buna şübhə eləmək lazım deyil, hər şey yerində olacaq. Belə deyil. Bugün bizdən pensiya alan 1.275.000 nəfərə yaxın pensiyaçının 340.000 nəfərə yaxın əlilliyə görə pensiya alanlardır. Bunların çoxu cavan insanlardır, amma hansısa səbəbdən əmək qabiliyyətini itiriblər. Böyük bir hissəsi Qarabağ müharibəsində əlil olmuş şəxslərdir. Yəni, müxtəlif formada əmək qabiliyyəti itirilə bilər. Və bu əmək qabiliyyəti itirildikdə mövcud sistem onun qarşılığında əmək qabiliyyətini itirmiş şəxsə nə qədər pensiya verəcək kompensasiya şəklində? Sistemin fəaliyyətinin əsas göstəricisi budur. Biz buna bizim dildə, bizim sistemdə əvəz etmə misalı deyirik. Yəni, əgər sabah Allah etməsin, istənilən bir şəxs, yəni bir tərəfdən Allah etsin yaşa görə, həm gəlsin, çatsın o yaşa və uzun müddət pensiya alsın, biz bunu arzu edirik. Hər kəsə mənə tutaq ki, zəng eləyib, məndən pensiyasını soruşanda, qohum əqrabadan, yan tanıdıqlarımızdan kimdənsə, artıq pensiya yaşayacaqda, mən deyirəm, mənim arzum odur ki, uzun müddət bizim sistemin müştərisi olasın. Uzun müddət bizdən pensiya alasan. Bundan gözəl arzu yox. Yaşa görə. Amma nə yapasan, nə eləyəsən ki, əlilliyə görə də pensiya alma var və ailə başını itirməyə görə də pensiya var. Yəni, çoxlu ailələr var ki, bugün bizdə 135.000 nəfər adam ailə başını itirməyə görə pensiya alır. Böyük bir rəqəmdir. Ona görə pensiya nədir? Pensiya əmək qabiliyyəti mövcud olan şəraitdə, insanın bu əmək qabiliyyətini sataraq, əldə elədiyi vəsaitlə özünü və ailəsini dolandıran zaman, nə qədər onun gəliri varsa, əmək qabiliyyəti itirildikdə o gəlirin bir hissəsinin sistem tərəfindən həmin şəxsin özünə və yaxud da ailəsinə ödənilməsi demək. Və biz elə bir sistem yaratmalıydıq ki, hər bir şəxs məhz həmin o əmək qabiliyyəti itirilən zaman ona və yaxud ailəsinə ödənəcək məbləğin nə qədər olacağını özü müəyyən eləsin qabaqcada. Keçmişdə bunu dövlət müəyyən eləyirdi. Yəni, dövlət sonuncu 2 ilin əmək haqqısına görə və iş stajına görə filan qədər onun əmək haqqısından şəxsə pensiya təyin eləyirdi. Amma bu sistemdə heç kəs maraqlı deyildi. Çünki ümumi qazan prinsipi vardı. Hər kəsin əmək haqqısından müəyyən qədər ödənilirdi, işə götürən də müəyyən qədər ödəyirdi və əsas sənin sonuncu ikilindir. Sonuncu ikilində maaşın nə qədər yuxarı olsa, ona görə də sənə müəyyən faiz oradan ödəniləcək. Amma bu yanlış bir sistem idi. Təbii ki, yeni bazar iqtisadiyyatı üçün yanlış idi. Sosialist prinsiplər üçün doğru sistemdir. Çünki bütün şirkətlər, bütün müəssisələr hamısı dövlətin əlində idi. Hər şey dövlət idarə edirdi. İnsanları da, şirkətləri də, hər şey dövlətin idi. Belə olan halda o sistem doğru idi. Dövlət öz büdcəsindən hər kəsə ayırıb bərabər pensiya verirdi. Az-maz fərq olurdu, amma yəni ümumilikdə bərabər idi və hər kəsə də müəyyən aşağı səviyyədə keçərli idi bu məbləğ. Amma yeni bazar iqtisadiyyatı şəraitində təbii ki, artıq bu prinsiplər ortada yoxdur. Hər kəs özü, necə ki, öz əmək haqqısını formalaşdırır, öz əmək qabiliyyətini sataraq, eləcə də gələcəyi üçün müəyyən qədər ehtiyat formalaşdırmalıdır. Bunun üçün də sığorta sistemində fərdi hesablar ortaya qoyulmalı idi. Və biz 2006-cı ilin 1 yanvarından bu sistemə keçdik. Bugün Azərbaycanda 2.110.000 nəfər adamın bizim sistemdə fərdi şəxsi hesabı var. Və 2006-cı ilin 1 yanvarından bəri bu insanlar bizim sistemə nə qədər sosial sığorta haqqı ödəyiblərsə, o sosial sığorta haqqlarının hamısı bu hesablarda toplanıb və hər ildə inflyasiya faizinə vurularaq artırılıb. Elə insanlar var ki, böyük məbləğdə əmək haqqı alıblar və əmək haqqlarının olduğu kimi göstəriblər. O əmək haqqına uyğun 3% özləri, 22% onların işə götürənləri bizim sistemə vəsait ödəyiblər. Bugün onların hesablarında normal vəsait toplanıb. Və bu vəsaitə görə istənilən vaxt onlar yüksək pensiya ala bilərlər. Əmək haqqlarının 60-80% qədər. İnanın, mən bu yaxınlarda açıb sistemə baxmışam. Mənim sistemə girişim var, fondun sədri kimi. Amma qalan heç kəsin yoxdur. Bir də həmin idarənin rəhbəri var, bir xanım, onun o sistemə girişə imkanı var, tam sistemə. Amma bizim fondun saytı var, SSPF.gov.az, açıb baxa bilərsiniz. Hər bir bizdə qeydiyyata düşmüş şəxs orada öz sosial sığorta nömrəsini daxil eləməli, girib öz hesabına baxa bilər.
Nə qədər vəsait yığılıb orada, hansı aylarda, hansı şirkətdən, hansı işə götürülən, nə qədər inflyasiya faizinə vurulub, artırılıb və orada da pensiya kalkulyatoru var. Yəni, həmin rəqəmləri pensiya kalkulyatorundakı yerinə qoyduqda dərhal həminki dəqiqə üçün əgər pensiya çıxsan, nə qədər pensiya alırsan, bu da qoyulub. Yəni, bu sistem tam avtomatlaşdırılıb. Amma yəni, önəmli olan odur ki, mən açdım, baxdım, bir Çex Respublikasının vətəndaşı əgər bugün pensiya çıxsa, 3000 nə qədər pensiya almaq qədər vəsait toplayıb orada. Qısa müddətdə, 6 ilə yaxın bir müddətdə. Əmək haqqı həddən artıq yüksəkdir. Mən açdım, baxdım, neft şirkətlərinin birində çalışır. Çox yüksəkdir, çünki mənim üçün də maraqlı oldu ki, bu necə ola bilər, nə qədər böyük vəsait toplayıb. Hər bir insan bugün 2 milyon 108 min adam orada sistemdə qeydiyyatda düşüb və vəsaitlərini toplamaqda davam edirlər. Və hər bir şəxs də hər dəqiqə bilir ki, onun pensiyası, sabah pensiya çıxsa nə qədər olacaq. Bu sistem ortaya qoyulmalıydı və bu sistemi biz ortaya qoyduq. Və əgər 2007-ci ilə qədər ölkədə 3 müxtəlif pensiya sistemi fəaliyyət göstərsə, hərbi qulluqçular üçün ayrı, dövlət qulluqçuları üçün ayrı və vətəndaşlar üçün ayrı, biz o qanunlarda ləğv elədik, həm hərbi qulluqçular, həm dövlət qulluqçuları da götürdük, bu sistemin içinə qoyduq və ölkədə vahid bir pensiya sistemi formalaşdırdıq. O da Dövlət Sosial Müdafiə Fondu tərəfindən bugün idarə olunandır. Keçmiş dövrdən bizə gələn şəxslər var idi, təqribən 900 min nəfərə yaxın. Onların pensiyalarını yeni qaydalarla yenidən hesabladıq, transfer elədik yeni sistemə. Və bugün tam dünya standartlarına uyğun avtomatlaşdırılmış bir sistem ortaya qoymuşuq. Və mən maraqlı olsun deyə sizə onun gələcəyi haqqında müəyyən qədər danışmaq istəyirəm. Gələcəkdə bu sistemin hər biriniz Allah qoysa iştirakçı olacaqsınız. Mən onu arzu edirəm sizə ki, hər biriniz tezliklə universiteti bitirib əmək bazarında normal yerinizi tutasınız, normal əmək haqqı ilə fəaliyyətə başlayasınız, bizdə qeydiyyata düşəsiniz, sosial sığorta nömrəsi alasınız, şəhadətnaməsi alasınız və öz vəsaitlərinizi toplamağa başlayasınız. Əlbəttə, bütün bu şərti yığımdır. Yəni, biz 2 ildən sonra real yığım komponentinin tətbiqinə başlayacağıq. Bu nə deməkdir? Bugün Azərbaycan Respublikasında sosial sığorta haqqının dərəcəsi 25%dir. 22+3 əmək haqqı fonduna nisbətən. Yəni, hər bir işləyən öz əmək haqqısından 3% ayırır, bizə ödəyir. İşə götürən isə verilən əmək haqqıya nəzərən 22% məbləğində bizə vəsait ödəyir. Amma o vəsaitin hamısı bizə həmin adam üçün gəlib, onun fərdi şəxsi hesabında toplanır. 2 ildən sonra biz həmin o 25%-in müəyyən hissəsini, 2, 3, 5%-ni, indi onun üzərində həmin o bayaq dediyim aktuar hesablamalar gedir, onun nəticələri biz onu göstərəcək. Ayrıca bank hesabı açılıb, ora yığılacaq hər bir şəxs üçün. Və o bank hesablarında toplanan vəsaitlər ölkənin maliyyə sektorunda müxtəlif maliyyə rıçaqları vasitəsilə idarə olunacaq, üzərinə faizlər gətirəcək və əlavə bir komponent kimi gələcək pensiyanı formalaşdırmağa başlayacaq. Və insan müəyyən dövrdən sonra həmin real yığıma, real vəsaitə sərəncam vermək hüququna malik olacaq. Müəyyən dövrdən sonra bunlar baş verəcək. Amma mən sizə deyim ki, bunlar əlbəttə çox çətin məsələlərdir. Bugün çox rahat şəkildə mən deyirəm bunları, bəlkə də başa düşülür. Yəni, milyonlarla adama hesablar açılması və həmin hesablarda real pulun yerləşdirilməsi, bunun bank sistemi ilə, maliyyə sistemi ilə idarə olunması və onun bir depozit kimi üzərinə vəsaitlərin əlavə olunması, təmin eləməsi və insan pensiya çıxanda ona əlavə komponent kimi verilməsi, bunlar çox çətin idarə olunan proseslərdir. Və ikinci bir tərəfdən də bugün dünya ölkələrinin təcrübəsi var ki, bu prosesləri idarə eləmək olmur. Məsələn, mən sizə bir dənə misal çəkim. Macaristanda 2002-ci ildə bu sistemə başladılar, bu ilin 1 yanvarında ləğv elədilər. Və sistemdə toplanmış 100 milyard dollara yaxın vəsaiti təzədən qaytarıb verdilər dövlətin büdcəsinə. Çünki idarə edə bilmədilər. 2008-ci ilin iqtisadi böhranı yadınızdadır, maliyyə böhranı, əksəriyyətinizin. Çünki çox yaxın bir dövrdür. Həmin maliyyə böhranı zamanı bizim keçmiş MDB məkanında bugün fəaliyyət göstərən keçmiş SSR respublikalarından Qazaxıstan 2002-ci ildən ümumiyyətlə bugün bizdə olan sistemləri ləğv elədi. Pensiya sistemləri içərisində Çili modeli deyilən modeli tətbiq elədi. Yəni, ödənilən vəsaitin hamısını, o 25% bizdə, 21% onlardadır, onun hamısını yığıma yerləşdirir hesablara, bilavasitə nağdı pul şəklində. Mövcud pensiyaçıların pensiyasını isə özünün dövlət büdcəsindən vəsait ayırıb, ayrıca bir mərkəz yaradıb oradan ödəyir. Amma baxın, təhcə 2008-ci ilin maliyyə böhranı zamanı Qazaxıstanın 16 pensiya fondu var, yığım pensiya fondu. Bu fondların itirdikləri vəsaitin məbləği 500 milyon dolların üzərində idi. 500 milyon dolların üzərində. Bir dəfiyə bir ilin içərisində itirilmiş məbləğlər. Ona görə də burada
idarə etmə məsələləri son dərəcə çətin məsələlərdir. Mən bunları həm də ona görə sizə deyirəm ki, 2 ildən sonra artıq bayaq dediyim aktuar kimi diplomu olan, təhsili olan, başı olan insanlara bazarda çox böyük tələbat olacaq. Çox böyük tələbat olacaq. Bunları idarə etmək, yığımları idarə etmək, onların yerləşdirmə istiqamətlərini müəyyənləşdirmək. Düzdür, bugün Azərbaycanda mən açıq deyirəm sizə, maliyyə bazarları da o qədər inkişaf eləməyib, bunu hər biriniz bilirsiniz. Yəni, digər inkişaf edilmiş dövlətlərdə kimi bizdə birjalarda və yaxud hansısa digər maliyyə institutlarında vəsaitlərlə oynamaq, onları idarə etmək məsələləri hələ çox o qədər də genişlənməyib. Amma inanın, bu müəyyən zaman çərçivəsində belədir. Bir neçə ildən sonra bunlar hamısı öz yerini tutacaq. Ən önəmli olan bizim dövrəyə girməyimizdir. Dövlət Sosial Müdafiə Fondunun həmin o 25%-in müəyyən bir hissəsini dövrəyə qoyması artıq vəziyyəti tam dəyişəcək. O zaman artıq bu vəsait, çünki bu balaca rəqəm deyil. Bugün biz təqribən milyard yarım vəsait toplayırıq bir manatla. Milyard yarım 25% ilə yığılır. 25% ilə yığılır. Yəni, hər bir faizə 60 milyondur. Əgər biz 5-cə faiz ayırsaq, bu bir ildə 300 milyon manat və 400 milyon dollar yaxın vəsaitin maliyyə bazarına qoyulması deməkdir. Bunu idarə eləmək lazımdır. Bu balaca iş deyil. Ona görə də bugün Dövlət Sosial Müdafiə Fondunda biz əsas məsələ kimi 2 mühüm komponentin ortaya qoyulmasını nəzərdə tuturuq. Bir, bayaq dediyim kimi, yığım komponentinin, bir də qeyri-dövlət pensiya fondlarının yaradılıb fəaliyyətə keçməsini. O da eyni ssenari ilə həmin məsələlərlə məşğul olur, amma özəl şirkətlər kimi, amma pensiya fondlarının özəl şirkətlərdən fərqi odur qeyri-dövlət pensiya fondlarının ki, bu fondların dövlət qarşısında, orada qeydiyyata düşmüş insanlar qarşısında bir məsuliyyəti var, ona görə də onların bütün vəsaitləri sığorta olunmalıdır. Burada müəyyən digər nüanslar da var, onlar haqqında mən indi sizə geniş danışmaq istəmirəm tələbə auditoriyasına. Amma ən mühüm məsələlərdən biri də bugün auditoriya ilə açıq danışaq. Bugün Azərbaycan Respublikasında çalışan insanların qeydiyyatdan kənarda qalmaları və əmək haqqlarının legallaşdırılması məsələləri. Cənab Prezidentimiz bu ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında çıxış eləyəndə bu məsələni xüsusi çılpaqlığı ilə ortaya qoydu. Məsələn, mən sizə açıq deyim, bugün Azərbaycan Respublikasının iqtisadiyyatında 4 milyon 380 min nəfərə yaxın məşğul əhali var. Amma bayaq sizə dedim, yəqin ki, çoxlarınız eşitdiniz, hafizənizdə qaldı. Bundan yalnız 2 milyon 110 min nəfərinin bizdə qeydiyyatı var. Qalanları qeydiyyata düşmədən çalışanlardır. İkinci bir tərəfdən, əmək haqqıların gizlədilməsində böyük problemlər yaşanır. Böyük məbləğdə əmək haqqılar verilir, amma cədvəllərdə çox aşağı əmək haqqılar göstərilir və nəticədə həm gəlir vergisi dövlət büdcəsinə ödənmir, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə sosial sığorta haqları ödənmir. Bugün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində, məsələn, bu illik bizim büdcəmiz 2 milyard 454,3 milyon manatdır, təqribən 3,2 milyard dollar. Bu qonşu, məsələn, Ermənistanın dövlət büdcəsindən bizim fondun büdcəsi böyükdür, biləsiniz. Amma bu təəssüflər olsun ki, bu büdcənin 40%-ni biz neft fondundan dövlət büdcəsi vasitəsilə transfer şəklində aldığımız vəsait təşkil edir. Halbuki bizim həmin o 4 milyon 375 min nəfərin hamısını biz qeydiyyata götürə bilsəydik, nəinki dövlət büdcəsindən, yəni neft fondundan heç nə almazdıq, hətta pensiyaları da 1-2 dəfə yaxın qaldıra bilərdik. Təəssüflər olsun ki, burada böyük problemlər yaşanır. Məsələn, mən sizə iqtisadçı kimi 2 dənə göstəricini deyim, o dəqiqə biləcəksiniz. Qaldırıb Statistika Komitəsinin yaydığı hesabata baxa bilərsiniz. 2011-ci ildə Azərbaycan Respublikasında əhalinin gəlirləri 30 milyard 660 milyon manat təşkil edib. Amma bundan cəmi 23,4%, yəni 7 milyard 172 milyon manatı əmək haqqı olub. Qonşu ölkələrə baxsanız, hətta mən Avropa ölkələrində demirəm, qonşu ölkələrə baxsanız, bu faiz nisbəti hardasa 60-70 arasındadır, 50-60 arasındadır. Və bu da onu göstərir ki, bizdə əmək haqqıların yalnız 1/3 legaldır, təqribən 2/3-nə yaxın hissəsi qeyri-legaldır, gizlədilir. Nə sosial sığorta haqları, nə də gəlir vergisi ödənilmir. Amma bugün bizim təbiidir ki, insanlarımıza tövsiyəmiz, maarifləndirmə, təbliğat işlərini aparıq. İnsanlara tövsiyəmiz odur ki, hər kəs gəlib qeydiyyata düşüb, sosial sığorta haqları ödəsin və özünün fərdi şəxsi hesabı vasitəsilə özünün gələcək pensiyasını formalaşdırsın. Bu, kiçik məsələ deyil, hər bir şəxsin həyatında çox böyük bir məsələdir. Hər an hər bir şəxs əmək qabiliyyətini itirə bilər.
İstənilən bir hadisə nəticəsində. Və yaxud, inanın, mən indi sizə adlar çəkmək istəmirəm. Mənə fondun sədri kimi elə insanlar müraciət edir ki, pensiya məbləğinin artırılması üçün. Mən onların adını çəksəm, məhtəl qalarsınız ki, necə yan ola bilər? Dünənə qədər o insanlar filan yerdə nazir idi, komitə sədridir və ya filan şirkətin sahibidir. Niyə bunlar pensiya üçün müraciət edirlər, böyük pensiya üçün? Mən sadəcə adlarını auditoriyaya çəkmək istəmirəm. Mənim burada mavinim işçilərim var, onlar bilirlər, yaxşı bilirlər, mən tapşırıqları onlara verirəm. Yəni, hər bir şəxsin mütləq bu məsələdə həmişə sonda ehtiyacı yaranır. Və bunu bu problemləri ortadan qaldırmaq bizim bir nömrəli təbii ki vəzifəmizdir ki, hər bir şəxsi, çünki istənilən sığorta pensiya sisteminin əsas birinci göstəricisi əhatə dairəsidir. Ölkədə çalışan insanların nə qədəri sistemdə qeydiyyatdadır. İkinci göstəricisi, bayaq dediyim, əvəz etmə misaldır. Yəni, əmək itirilmiş əmək haqqının nə qədərini sistem kompensasiya şəklində geri insanlara verə bilir. Çox təəssüflər olsun ki, biz, əgər ikinci göstərici üzrə bugün 40%-ə gəlib çatmışıqsa, yəni bugün ölkədə verilən pensiyaların orta aylıq məbləği, əmək haqqının orta aylıq məbləğinin 40%-ə çatdırılıb, bu da Avropa Sosial Xartiyasında qoyulan səviyyəyə artıq çatmaq deməkdir və biz bunu artırmaq istiqamətində gedəcəyik. Amma mən sizə açıq deyirəm, bu 40%-in 15%-i dövlət büdcəsinin verdiyi vəsait hesabındadır. O da ona görədir ki, bizim birinci göstərici, yəni əhatə dairəmiz çox aşağıdır. 4 milyon 400 mindən yalnız 2 milyon 100 min. Yəni heç 50% də yoxdur ortada. Və əmək haqqılarının da legallaşdırılması səviyyəsi aşağı olduğuna görə, bayaq dediyim ki, 1/3 yalnız əmək haqqılarının qeydiyyata düşür, 2/3 yayındırılır. Nəticədə də sistemin daha yüksək rəqəmlərlə ifadə olunan fəaliyyətin təmin eləmək mümkün olmur. Və aparılan aktuar tədqiqatlar onu göstərir ki, əgər bugün sistem belə davam etsə, 2025-ci ildə sığorta pensiya sisteminin açığı, yəni fondun büdcəsinin kəsiri 3,2 milyard manata çatacaq. Fikir verirsiniz, 3,2 milyard manat demək ki, 3 ildə 10 milyard manat. Bu da demək ki, 6-7 il içərisində ne fonda yığılan vəsait tamamilə pensiya sistemi yeməlidir. Buna da yol vermək olmaz. Yəni, mən bayaq sizdə əvvəldə Yunanistanı, İspaniyanı, Portuqalı və s. misal çəkdim, göstərdim ki, nə vəziyyətə gəlib çıxıb iqtisadiyyat. Ona görə də biz əsas məqsəd kimi qoymuşuq ki, aktuar tədqiqatlara baş çatdırıb, legallaşdırma istiqamətində işlər aparaq. Bu istiqamətdə bu il təkliflər verilib, bizim qanunverici müəyyən dəyişikliklər olacaq. Həm normalar qoyulacaq, həm sosial sığorta haqqının dərəcələrində dəyişikliklər ediləcək və bütün bunlar sistemin effektivlik dərəcəsini artırmaq yönündə atılan addımlardır. Mən arzu eləyərdim ki, artıq auditoriya yoruldu, mən arzu eləyərdim ki, bizim gələcək əməkdaşlarımız arasında sizlər də olasınız, 100% inanıram ki, sizin hamınız bizim gələcək müştərilərimizsiniz, ən azından sosial sığorta ödəyiciləri kimi. Yəni, sistemlə hər birinizin əlaqəsi olacaq. Necə ki, bugün burada çalışan müəllim kollektivinin, professor müəllim kollektivinin hər bir üzvü bizdə qeydiyyatdadır və hər birinin bizdə fərdi şəxsi hesabı var və hər biri müəyyən qədər orada vəsait toplayıb və bunu mən sizlərə də arzu edirəm. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.